Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Gülər Orucova, FES Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə növbəti sınavımızın izahına baxırıq. Lakin sınavın izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, sizlər də bizim dərslərimizdən faydalanmaq istərsinizsə, ekranda gördüyünüz 055 527 25 99 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq suallarımızın izahına. Oxuyuram birinci sualı. Deyir ki, 5 manatlıqlardan və 20 manatlıqlardan ibarət 13 ədəd kağız pulların ümumi dəyəri 110 manatdır. 5 manatlıq kağız pulların sayı 20 manatlıq kağız pulların sayından neçə vahid çoxdur? Mən 5 manatlıq kağız pulların sayını bilmirəm, buna x deyirəm. 20 manatlığı da bilmirəm, buna y deyirəm. Baxın, ikisi bir yerdə 13 ədəd olmalıdır. Yəni, x üstə gəl y bərabərdir 13-ə. Bəs bunların məbləğinin, yəni dəyəri ümumi nə qədərdir? Baxın, hamısı bir yerdə 110 manat eləməlidir. Deməli, 5 manatlıqların məbləği olur 5x, 20 manatlıqların məbləği olur 20y. Və bu da bərabərdir neçəyə? 110 deməli manata. İndi gəlin bunu sistem kimi həll edək. Həm yuxarını, həm aşağını deməli 20-yə vuraq. Baxın, daha doğrusu təkcə yuxarını 20-yə vuraq. Bu olur 20x. Bu olur 20y, 13-ü də vuranda 20-yə eləyir 260. Yəni cümlə olaraq cümləni belə deyək, yanlış qurdum. Sadəcə yuxarını vuracaqsınız ki, baxın, 20y ilə bu 20y qoy yeniləşsin. Və mən bunları çıxma üsulu ilə həll edim, 20y-lar getdi. 20x-dan 5x-i çıxanda olsun 15x, 260-dan 110-u çıxanda olsun 150 və buradan da 150-ni böləndə 15-ə düzgün cavab. Yəni x nəyə bərabər olmuş olur? X olur 10. Əgər x-i 10 tapdıqsa, bizim birinci qurduğumuz tənliyimiz belə idi. X üstə gəl y bərabərdir 13-ə. Əgər 10 ədəd, baxın, bu x əskinazından, yəni 5 manatlıqdan varsa, onda y-dən nə qədər olmuş olacaq? 13-dən çıxırsınız onu, düzgün cavab 3-ə bərabər olmuş olur. Bax, bu 5 manatlıqların sayıdır. Bu isə 20 manatlıqların sayı olmuş olur. Bizə deyir ki, biri o birindən neçə vahid çoxdur? Siz də bu 10-dan çıxırsınız 3-ü, deyirsiniz ki, biri o birindən 7 vahid çox olmuş olur. Yəni, testimizin doğru cavabı olur B bəndi. Keçən növbəti suala. Baxırıq burada ikinci suala. Baxın, ikinci sualda mötərizənin içərisində olan bu hesablamanı apara bilməyimiz üçün biz xüsusi bir yoldan istifadə edirdik. Deyirdik ki, bir dənə də buna diqqət edin ki, məxrəcdə, bax, verilən bu ədədlər arasındakı vahid fərqi eynidir. 2 ilə 7 arasında 5 vahid, 7 ilə 12 arasında 5 vahid, burada 5 vahid, burada 5 vahid. Deməli, birincini götürürsünüz 2. Vurursunuz sonuncu, yəni axırıncı 22-yə. Bütün bu surətlər də eynidir axı. Baxın, neçədən 3 var burada? 4 dənə. 1, 2, 3, 4. 4-ü də vurursunuz ki, eləyir 12. Bu oldu bizim mötərizənin hesablanması. Və vurulsun. Mötərizə kənarında da bu kəsrə vurmalısınız. Yəni 12-də 11-ə. Bax, bu 12 ilə bu 12 ixtisar gedir. Bu 11 ilə də bu 22 ixtisar gedir. Qalır burada 2 dəfə. Və 2-ni 2-yə vurursunuz. Məxrəcdə olur 4, surətdə isə sadəcə 1 qalmış olur. Yəni 4-də 1 C variantı bizim düzgün cavabımız olmuş olur. Keçək növbəti suala. Baxırıq burada üçüncü sual. Bizə deyir ki, katetləri 5 cm və 12 cm olan düzbucaqlı üçbucağın tərəflərinin ortalarını birləşdirən parçalardan alınan figurun perimetrini tapın. Ümumiyyətlə, biz bilməliyik ki, baxın, belə bir düzbucaqlı üçbucaq qeyd etsəm, hansı ki, bunun katetlərini bizə deyir. Deyir, biri 5-dir, biri də 12-dir. Biz də Pifaqor teoremindən istifadə edib bu hipotenuzun 13 olduğunu tapa bilirik. Yəni, birbaşa olaraq Pifaqor ədədlərini qeyd edirik. İndi bizə deyir ki, bax, bunun orta nöqtələrini birləşdirməklə daxildə əmələ gələn fiqurun nəyin tapmalıyıq? Deməli, perimetrini tapmalıyıq. Bu fiqur özü elə düzbucaqlı üçbucaq olmuş olacaq. Yəni, hansı növ üçbucağın hər 3 orta xəttini çəkirsinizsə, daxildə yaranan da elə ondan eyni üçbucaq olmuş olur. Deməli, bu üçbucaq olur düzbucaqlı üçbucaq. Və bu düzbucaqlı üçbucağın perimetrini tapmaq istəyirsinizsə, bax, bu çöldəki fiqurun, yəni çöldəki düzbucaqlı üçbucağın perimetrini yarıya bölməlisiniz. Yəni, 2-yə bölməlisiniz. 5, üstə gəl 12, üstə gəl 13. Bölünsün 2. Bu da bərabərdir 17 üstə gəl 13. 30 bölünsün 2. Yəni, əslində bu daxildə yaranan fiqurun perimetri 15 cm bərabər olmuş olur. Bu səbəbdən 3-cü sualda testimizin düzgün cavabı olur C bəndi. Keçək növbəti suala. Baxırıq burada 4-cü sual. Deyir ki, bu ifadənin qiymətini tapın. Baxın, bu 4-cü dərəcədən kök altında 6 üstə gəl
Əgər siz bu 20-ni 4 dəfə 5 formasında yazsaz və bu 4-dən kök çıxsa, olacaq 2 kök altda 5. Yəni mən bura 6 üstə gəl, 2 kök altda 5 yaza bilərəm. Neçənci dərəcədən? 4-cü dərəcədən. Amma digər kökə dəymirsiniz. Elə kök altında 5 çıx 1 olaraq saxlayıram. Bərabərdir. Bax bu mürəkkəb kök düsturuna görə nəyin kvadratıdır? Kök altda 5 üstə gəl 1-in kvadratıdır. Vurulsun ikinci ifadə olduğu kimi qalır. Kök altda 5 çıx 1. İndi bax bu 2 ilə bu 4 ixtisar gedəndə bunun da dərəcəsi 2 qalır. Bax bunun da dərəcəsi 2-dir. Ona görə mən bunları bir kökün altında yazıb bir-birinə vura bilərəm. Yəni kök altda 5 üstə gəl 1, kök altda 5 çıxılsın 1. Bu da müxtəsər vurma düsturudur. A çıx B, A üstə gəl B. Olacaq A kvadrat çıx B kvadrat. Kök altda 5-in kvadratı 5-dir, 1-in də kvadratı 1-dir. Çıxanda kök altında 4 eləyir. Deməli, bunun cavabı da 2-yə bərabər olmuş olacaq. Yəni, 4-cü sualda testimizin düzgün cavabı olur A bəndi. Keçən növbəti suala baxırıq 5-ci sual. 5-ci sualı deyir ki, verilən bu tənliyin kökləri qarşılıqlı tərs ədədlərdir. Bu tənliyin köklərinin kvadratları cəmini tapın. Əgər köklər qarşılıqlı tərs ədədlərdirsə, onların hasili bərabər olmalıdır 1-ə. Bizdə də, baxın, bu çevrilmiş kvadrat tənlikdir. Çevrilmiş kvadrat tənlikdə köklər hasili sərbəst həddə bərabər olmuş olacaq. Yəni, 2m çıx 3 bərabər olacaq 1-ə. Buradan 2m bərabərdir 1 üstə gəl 3 4-ə və m də bərabərdir 2 alınmış olacaq. Əgər m-in 2 olduğunu tapdıqsa, bu tənliyi tamamlaya bilərik. Olur x kvadrat, baxın, 2 üstə gəl 3 eləyir 5. Yəni, çıxılsın 5x. Burada hesabladıq ki, 1-dir, bərabərdir 0-a. İndi yenə bir çevrilmiş kvadrat tənlik almışıq. Yaza bilərik ki, bax, burada köklər hasili 1-dir, amma köklər cəmi, yəni x1 üstə gəlsin x2. İkinci əmsalın əksi, yəni müsbət 5-ə bərabər olmuş olur. İndi bizə deyir ki, bu tənliyin köklərinin kvadratları cəmini tapın. x1 kvadrat üstə gəl x2 kvadratı hesablamalıyıq. Köməkçi müxtəsər vurma düsturundan istifadə edirik. Olur x1 üstə gəl x2-nin kvadratı çıxılsın 2 vurulsun x1 x2. Bu da bərabərdir. Köklər cəmi var 5. Kvadratı olacaq 25. Çıxılsın 2 dəfə 1. Köklər hasili var. O da eləyir 2. 25-dən də 2 çıxanda düzgün cavab 23-ə bərabər olmuş olur. Yəni testimizin doğru variantı olur Y bəndi. Keçək növbəti suala. Baxırıq burada 6-cı sual. Deyir ki, verilən bu bərabərsizliyin həlli olmayan tam ədədlərin sayını tapın. Baxın, həlli olmayanı istəyir də bizdən, düzdür. Burada verilib ki, modulda x böyükdür 3-dən. Əgər mən həlli olmayanı axtarıramsa, yəni buna aid olmayanı götürməliyəm. 3-dən böyük yox, deyəcəm ki, modulda olan ifadə kiçik bərabərdir 3 olsun. Yəni 3-dən böyük olmayan, məsələn deyirəm, ədəd təsəvvür edin ki, ya ona bərabər olar, ya da ondan kiçik olmuş olar. Düzdür? Və bütün modulda olan bərabərsizlər kiçikdir işarəsinə yazanda nəyə çevrilir? 2 qat bərabərsizliyə çevrilmiş olur. Yəni, x kiçik bərabərdir 3-dən, böyük bərabərdir -3-dən yaza bilərik. Bu da o deməkdir ki, -3 ilə 3 aralığında olan ədədlərin sayı nəyə bərabərdir? Siz burada 3-dən -3-ü çıxıb, üzərinə 1 gəlməlisiniz. Bunun da düzgün cavabı 7-yə bərabər olmuş olur. Yəni, 6-cı sualda testimizin düzgün cavabı olur A bəndi. Keçək növbəti suala. Baxırıq burada 7-ci suala. Deyir, bu ifadənin sadələşdirilmiş forması aşağıdakılardan hansıdır? Yazıram 1 üstə gəl. Məxrəcə 1 çıxılsın x kvadratı müxtəsər vurma düsturu kimi ayırıram. 1 çıx x, 1 üstə gəl x. Baxın, bu x-indən x-i çıxardıram mötərizənin xaricinə. Olur x çıxılsın y. Bu x-indən isə mənfini çıxardıram mötərizənin xaricinə. Olur x çıxılsın y. İndi surətdəki ifadədə, bax bu x çıx y-lar nədir? Ortaq vuruq kimi mötərizə xaricinə çıxır. Qalır burada x çıxılsın 1. Bu da bərabərdir. Bu x çıx 1 ilə 1 çıx x-i ixtisar aparırsınız. Qalır burada -1. Qalır burada -1. Çünki bir-birinin əksidir. Axı, bu mənfi də bax bura təsir eləyəcək. Olur 1 çıxılsın. Surəti yazıram, bir də məxrəci yazıram. İndi buna ortaq məxrəc götürsək nə götürmüş olacaq? 1 üstə gəl x. Elə 1-ə vuranda 1 üstə gəl x eləyir. Çıxılsın. Bu ifadəni də qarşısını mənfiyə görə açırsınız. Olur çıx x üstə gəl y. Bu da bərabərdir. X-lar gedir. Surətdə 1 üstə gəl y qalır. Məxrəcdə isə deməli 1 üstə gəl x olmuş olur. Düzgün cavab A bəndidir. Sadəcə toplananlar yerini dəyişiblər. Amma yenə də bu bizim cavabımızı dəyişmir. Testin doğru variantı olur A bəndi. Keçək növbəti suala. Baxırıq 8-ci suala.
8-ci sualda bizə deyir ki, ilk n həddinin cəmi S-ən olan ədədi silsilədir. S5 30-a bərabər, silsilə fərqi də 2 olarsa ikinci həddini tapın. Deməli, ədədi silsilədən söhbət gedir. Silsilə fərqi, yəni D bərabərdir 2-yə. Bir də S5-i 30 verir sizə. Gəlin S5-in açılışını yazaq. Olur 2A1 üstə gəl 4D bölünsün 2 vurulsun N. N-in yerinə burada 5 yazacaqsınız. Bərabərdir cavab 30-a. Bu 30 ilə 5-i ixtisar aparırsınız. Olur burada 6. Bu 2A1-i 2-yə bölürsünüz. A1 eləyir. 4D-ni də 2-yə bölürsünüz. Olur 2-dir. Bərabərdir 6-ya. A1 üstə gəl 2D nəyin açılışıdır? A3-ün. Və tapdınız ki, A3 6-ya bərabərdir. Düzdür, düzdür. İndi sizdən silsilənin ikinci həddini istəyir. Əgər siz A2-ni tapmaq istəyirsinizsə, elə bu üçüncü həddən bir dənə D-ni çıxmağınız kifayətdir. 6-dan da 2-ni çıxanda əvvəlcədən sizə silsilə fərqini verir. Deyirsiniz ki, düzgün cavab 4-ə bərabər olmuş olur. Yəni 8-ci sualda testimizin düzgün cavabı olur C bəndi. Keçək növbəti suala. Baxıram 9-cu sual. 9-cu sualda deyir ki, sahəsi 60 kvadrat santimetr olan rombun tərəflərinin orta nöqtələrini birləşdirməklə alınmış düzbucaqlının sahəsini tapın. Mən bayaq dedim ki, əgər ixtiyari bir fiqurun bütün orta nöqtələrini birləşdirməklə daxildə yeni bir fiqur yaradırsınızsa, bu elə onun özünə uyğun olan, yəni romb olmuş olur. Və unutmamalıyıq ki, daxildə yarananın sahəsi çöldəkinin, yəni bu belə deyək də, sahəsi 60 kvadrat santimetr olan rombun yarısına bərabər olmuş olacaq. Elə bunu demək olar ki, şifahi şəkildə yazsaz 60 bölünsün 2, 30 kvadrat santimetr alınmış olacaq. Nəyə əsaslanıb yazdım? Qaydaya əsasən. Buna görə testimizin doğru cavabı olur D bəndi. Keçək növbəti suala. Və nəhayət baxırıq burada 10-cu sual. Bizə deyir ki, verilən bu tənliyi həll edin. Yazırsınız ki, bu ifadə 10 çıxılsın. Loqaritma 3 əsasdan 2x üstə gəl 1 bərabərdir 8 üstü 1-ə, yəni 8-ə. Deməli, ondan nəyi çıxsaq 8 edir? Bax, bu hissə bərabər olmalıdır 2-yə. Mən də yazıram ki, loqaritma 3 əsasdan 2x üstə gəl 1. Əgər 2-yə bərabərdirsə, buradan 2x üstə gəl 1, 3 üstü 2, 9-a bərabər olur. Bu da adi tənlik qaydasından həll olunanda x-in qiyməti 4-ə bərabər olmuş olur. Hətta yoxlasaz, baxın, bu loqaritmin, belə deyək, loqaritm ifadəsi altında olan bir ifadəni də mənfiyə çevirməyən qiymətdir, deməli ödəyir. Yəni, burada 10-cu sualda da testimizin düzgün cavabı 4, D variantı alınmış olur. Belə. Bu da bizim suallarımızın sonuncusu idi. Bir daha xatırlatmaq istəyirəm ki, sizlər də bizim dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax, ekranda gördüyünüz 055 527 25 99 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.